Rəsul Həmzatov gəlib iştirak edib. Eyni zamanda həmən il Bakıdakı Moğol rəhbərlik elədiyi Səmətovun ev muzeyi açılış olub. Rəsul Həmzatov orada açılışa gedir. Və Səmətovun haqqında şeir yazır. Əziz dost, əziz dost. O şeiri Tofiq Bayram Azərbaycan dilə tərcümə edir. İndi bizim müğənnilər oxuyur onu. Mən o mahnıya qulaq asanda damarım dəyir. O elə bir yox olur əllərim mənim, gözümün yaşını silə bilmirəm. Yəni o şeiri Tofiq Bayram elə tərcümə edir. Gəldi Səmətovun Bəli. Bilirsiniz necə o Dağıstanda olanda, Səməvurun Dağıstanda olur. Nəsə bir tədbir olur, məclis olur. O da İncili yolu var. Bir balaca İncili olur, Səməvurun məclisi tərk edib, qayıdıb gəlir. Və ondan bir müddət sonra Rəsul Həmzatov gəlir ki, dostu ilə görüşməyə, yəni cavabsın, üzr istəsin ondan, görüşə bilmir. O vaxtı Səməvurun ağır xəstə yatır. Və nə qədər çalışırsa alınmır, həkimlər icazə vermirlər. Qayıdandan sonra artıq onun vəfat etmək xəbəri işlənəsə, təzdən gəlin ondan. Sonra da geri gəlib, Allah onu öndərə rəhmət eləsin. Görürsünüz, hər ikisinə olan milli sevgidir. Səmətovunla öndəri bax, bu bugünkü görüş qarışıq oldu. Hər ikisinin ağam görürdü, hər ikisinin bizim üçün əziz insanlardır. Demək, mən həm onda Təhsil Nazirliyi ilə Maarif Nazirliyi ayrı idi. Biz 7'de otururduq. Maarif Nazirliyi 2-ci mərtəbədəydi. Orada bir Alim Muradov var idi, Şamaxılı Baş Məktəbə İdarəsi rəisi idi. Nəsə, mənim ona bir gün düşdüm 2-ci mərtəbəyə. Qapısını döydüm, gəl dedi. Girdim, səhər gördüm, bir kök bir kişi oturur. Saçı da gül, salçası var. Qalkıya Qazaqlı balası, gəl dedi mənə, alim mənim. Allah ona rəhmət eləsin. Gəldim içəri, kişi dedi, bala Qazaqlı sağır, dedim bəli. Onu da mənə qulaq asın. Dedim, mən Qubada 43 ildir məktəb direktor işləyirəm. Dedim, mən qonşu kənddən öz kəndimizə gəlin gətiririk, faytonla. Maşın zad yoxdur onda. Gəldik deyir, meşənin içindən gəlirik, aşağı düşəndə gördük bir pabeda yolun qırağında dayanır. Biz deyir, dayandı, faytonlar dayandı, çalanlar var, zornaçılar, hamısı bir xeyli faytonlar var deyir. Dedik, gördük dedi, bir nəfər düşüb yolun qırağında dayanır. Dayandılar, getdilər, görkələdilər ki, Səmətovundur. Demək, bu tarixi bir şey sizin üçün danışıram mən. Yeni gəlib, hamımız yaddaşınızda saxlayın. Hamı getdik, görüşdü, o vaxtı bizim televiziya yox, bir şey yox. Nə bilirlər Səmətovun kimdir, qoy, elə əyəbsdə qulaq asın. Bir gəldi, düşürdü deyir, toy çalanları, hamısı zornasını, toyçunu deyir, bir də biz ciblərinə pul qoydu. Mənlə başladı, gəlindən məndən oynadı. Gözəl oynadı deyir. Sonra deyir, indi əlini cibinə gördüm, açdı, sizin o bayaq dediyiniz səxavət məsələsi. Deyir, bir şey olmadı. Bu demək istəyib bəyə bir yaxşı pul versin, pul da xərcləyib, cibi boşdur. Deyir, dayandı, dedi, saatı deyir, açdı qolundan. Dedi, bunun arxasını oxu. Arxasını oxudum, gördüm yazılıb ki, Yazıçılar Akbar'ın birinci katib esteri Fadiyev'den hediye. Ve bunu deyir, açdı, mənim biləyimə bağladı. Dedi, mən gedirəm, dedi. Bir həftəyə qədər, bax, bu sürücü sənin hədiyəni gətirəcək. Və deyir, saatı məndə qoyur, saatı ona verərsən, qaytararsan. Bir həftə keçdi deyir, həmin o adam gəldi. Ay Allah, maşın dolu, o vaxtı tikili paltaraz olurmuş. Anam için donluq, parça, o birisi parça. Ne bir çamadanlar dedi, dolu gətirdi, bizə verdi və saatını qaytardım, getdi. Bu da vurğunla bağlı bir xatirədir. Mən dedim, sizin də yadınızda qalsın. Allah rəhmət eləsin. İlham müəllim, Fadiyevin adını çəkdiniz. Bunlar çox yaxın dost olurlar, Fadiyevlə. Mən çox qardaşım. Və tarixin ironiyasına baxın ki, iki dost həyatda eyni ayda, mayın 13-də Fadiyev rəhmətə gedibdir. Mayın 27-sində də Səməvur. Allah rəhmət eləsin.